Ne istəyirsiniz də? Nə qədər Heç də istəmirik axı bir istəyirsiniz də? gəlginən də bir qabağa gəlginən də. Qabağa gəlginən sözünü deyib biz də sənə sözümüzü deyək. Hə, nə vaxta qədər biz Bura belə 1 hektara yaşayaq yaxın orada? yerdir. 1 hektara yaxın yerdir bu həyət. Bu aldığı yeri isə, bu Həyəti aldığı şikəst yeri isə elədilər. Hə, yarımçıq elədi. Həyəti bu. 2000 kvadratdır. 2000 kvadratda isə 352 kvadratın pulunu verir. Hamısı boş torpaqdır, özünüz görürsünüz. Həyət də həyəti hesablamayıb. Burada bura hesablamayıb. Evləri hesablayıb. Bu 10 dənə evin bəyən milyon verib ki, bu insanları buradan köçürdü. Qaldı 5 ailəyə. Hamısı balaca evlər olub. Qaldı 5 ailəyə nə verir? Necə bizim evlərdir, bunlar da elədir. Həyət bomboşdur, görürsünüz. Yanına boyda həyət. Bu həyətin pulunu ölçüb vermir ki. Ona sərf eləyəcək buranı almaq. Niyə sərf eləmir? Amma gəlsin bir danışsın, görsün, bizə də sərf eləyəni versin. Ha, vallahi biz Gedib onu küçədə istəmirik. qalmayacaq. Ayrı xala, mən istəmirəm heç o gəlsin. Sağla Ha. tutar onu. O gəlsə bir 30 ildir buradayıq. Ay qardaş, bir gəlsin, O, Hüseyin, nə o istəyirsən? gəlsə, o nə istəyirsən, o 30 O ildir. nə? Yox, lazımdır. Qəbula da icra hakimiyyətinin də qəbuluna gedirsən. Dövlət gəlsin. Emin o demək ki, yəni gəlib Allah. Dövlət gəlib Qəbula da sökür. gedirsən, qəbula da Bugünkü götürürlər. 4-cü Bax bugünkü deməli 4-cü etapda dövlət də gəlib sökər. Emin. Kiminlə necə razılaş, kiminsə evi balacadsa, lap 10 kvadratdan 5000-dən, 6000-dən, 7000-dən də verlər ki, həmin insan gedib ev ala bilsin. Dövlətdir də. Bu dövlət yəni ki belə bir işləri var. 2500-dən 3000-dən ayrılıb o yerlərə. Xəbərlərdə deyiblər. Dövlət söküntüsü aparırlar. 2500-3000-dir. Balaca kvadratı olanlara 5000, 6000, 7000 elə bir pul verirlər ki, həmin adamın əlində pul olsun ki, getsin ev ala bilsin. Bizə bir dəfə gələn yoxdur. İndi biz cənab prezidentdən çox xahiş edirik. Ancaq uyğun. Mehriban xanımdan çox xahiş edirik. Artıq dərəcədə biz bacara bilmirik. Heç olmasa onlar Nurgün şirkəti ilə bacarsınlar. İcra hakimiyyəti ilə bacarsınlar. Çox xahiş edirik. Artıq dərəcədə yasamal icra hakimiyyəti ilə bəlkə onlar danışa bildi. Onlar danışa, onların sözünə qulaq asar bəlkə. Çox xahiş edirik cənab prezident İlham Əliyevdən, Mehriban xanımdan. Dönə-dönə. Yoldaşı neçə il Ha. bunların işçisi oldu? Mən yoldaşım mənim bu həyətə görə xəstəliyə düşdü, rəhmətə getdi o. Əsəbdən. Bax həmin o Nurgün şirkətinə gedib gəlməkdən. O qədər getdi, gəldi ora. Onu o qədər əsəbləşdirdilər oradakı. Axırda özü getdi. Bu nə tər olur mən bilmirəm. Çox xahiş edirəm. Bəlkə cənab prezidentin onlar səsini eşitdilər. Sözünə baxdılar.